Qardaşım biz İslam mətbəxdir. Amma var da, əlcək var tutarıq ha. Əlcək sən onun teksturasını hiss eləməlisən. Əgər sənin yanında burada su varsa, yuyursansa, edirsən, hər dəfə yuyuruq əlimizi. Əlcək bizə karantindən qalıb da deyirlər ki, əlcək psixoloji təsirdir. Əgər aşpazın əli təmiz, bir də ki, aşpazın əlinin duzu olmalıdır. Əlinin duzu reaksiyana keçməlidir yeməyə üçün. Ətlə təmaslı olmalı. Ət-ətə dəyməlidir. Qardaşım, biz 4 manata veririk toyuğu da qoç ətində. Prosto bu günləri onun quyruğunu çox vermişik. Elə bir böyük quyruq balacalaşır. Bax 4 manat. Mən buna neyniyim? Nə vurum buna? Bax böyük quyruq balacalaşır. Böyük quyruq İran rejimi kimi balacalaşır. Əsas ətdir qardaşım, ətin keyfiyyətidir, rəngindən var. Biz böyük qoyuruq. Bax burada da bir 20 santidir. Bax bizdə elə bir ki metrə ilə atırıq. Baxın baba, metrə ilə görürsüz 20 santidir. Urvinlə, metrə ilə ölçürük, qoyuruq. Burası pişəndən sonra balacalaşır. Elit Ticarət Mərkəzinin içindədir Nərimanovda, gəlin yiyin. Bizdə lülə deyil, lülikodur. Lülikodur, ona görə. Lüliko soruşsa, yenir. Adı Fuat Şef. Fuat Şef. Fuat Şefin dürümləridir.